Ən təhlükəli söz, məni olduğum kimi qəbul et. Bu dəqiqə psixoloqların bar-bar bağırdığı bir şeydir. Mən beləyəm, məni olduğum kimi qəbul et. Səni sevən o adamdır ki, səni olduğun kimi qəbul etsin. Mən kobudam, təhqir edənəm, acı diləm, məni bu cür qəbul etməlidir. Bu deməkdir ki, mənə ilə işin olmasın da, mən beləyəm və mənim sevgim də bu cürdür. Bu əslində insanın etdiyi o yanlışlığa, o çirkin işlərə geydirilmiş ən belə gözəl psixoloji bir maskadır. İnsanı qüsurları və nə qədər gözəl səslənir. Super. İnsanı eyibləri ilə, səhvləri ilə bir yerdə qəbul et. Bəlkə bunun səhvi ailəni dağıdır. Bəlkə bunun səhvi kollektivi paramparça eləyir. Bəlkə bu ara vurandı, sir saxlaya bilməyəndir. Bu eyiblə, bu qüsurla insanı qəbul etmək olar. Deyir, mənim xasiyyətim belədir. Mənim danışıq tərzim belədir. Bu nə deməkdir? Yəni, tərzivi deyiş adama deyərlər. Tərzivi deyiş. Yəni, o danışıq tərzi əgər məni qıcıq yaradırsa, mən şəxsiyyətimi alçalmış hiss eləyirəmsə, sən o tonla niyə danışmalısan? Özdə bu cür tonla danışanı çox vaxt görmüşəm ki, özlərindən vəzifəcə, imkanca üstün olan adamların yanında tonları dəyişir. Telefonla zəng gələndə qalxır əvə. Hələ o yox deyir burada. Deməli, o da bir maskadır. Səsdir, o da bir maskadır. Bu cür belə video çarxlar çoxdur da, yəni sevginin xüsusiyyəti sən olduğu kimi qəbul eləsin. Albert Ellisin məşhur psixoloqdur, bunun bir yanaşması var. Qeydsiz, şərtsiz qəbul olunma və sistemi bunun üzərində qurub. Deyir ki, insanın psixoloji problemlərindən qurtulmağın səbəbi odur ki, özünü qeydsiz, şərtsiz qəbul etsin. Ən absurd sözlərdəndir. İnkişaf olmayacaq ki, mən özümə əgər düzdür, bunun müsbət yerdə istifadəsi də var, ancaq mütləq qeydsiz, şərtsiz qəbul olma ola bilməz ki, mən yaxşı necə inkişaf eləyim? Bayaq danışdıq ki, necə biz mənimə çataq. Mən əgər real məndə olan o qüsuru, mənimin bir hissəsi bilirəmsə, dəyişmək istəyəcəm, yox, mən qətiyyən dəyişmək istəyirəm. Mən özümə qeydsiz, şərtsiz qəbul edirəm. Mən bu cürəm, mən ürək qıranam, mən kobud danışanam, mən yalan danışanam, dilimə hakim ola bilmirəm və özümü qeydsiz, şərtsiz qəbul edirəm. Rahatlayacam, çox rahatlayacam. Çünki artıq qüsurlarım gözümdə elə müsbət kimi görsənəcək. Elə olduğu təbii ictimai münasibətlər tənzimlənə bilməz. Sən deyir mənə uyğunlaş. Yaxşı, o da deyəcək sən də mənə uyğunlaş. Mən də beləyəm. Toxuşacağız sonra. Necə orada? Kim uyğunlaşacaq? Onda da lot düşəcək. Dava düşəcək.